Avenue Interiors-ın təşkil etdiyi bu səfər haqqında fikirləriniz? Мне все понравилось. В первую очередь хочу поблагодарить Avenue Interiors за предоставленную возможность. Это всегда bывает очень увлекательно, Növbədə səyahət üçün Avenue ailəsinə çox böyük minnətdarlığımı bildirirəm. когда архитектор либо дизайнер попадает на фабрику и может выбирать продукцию абсолютно из огромного количества и спектра цветов, отделок. Поездка, которую организовал дом Avenue Interiors, прошла в очень позитивной обстановке. Мне очень понравился и коллектив, который собрался, и что? Çünkü 4 gün dolu güzel seyahat oldu. Производство, новые цвета, новые текстуры и модели. İstehsalata yerində baxdıq. İlk öncə təşəkkür edirik Avenue Interiors-ə bizi bu səfərə dəvət etdiyi üçün, bu tripə. Всегда намного удобнее, и я считаю, что это даже правильнее, чем выбирать из, грубо говоря, материала, который предоставляет какой-либо шоурум. Огромное спасибо им за это. Bu səfər çox maraqlı keçdi. Düşündüyümdən də çox maraqlı. Fabrikdə materialların necə istehsal olunduğu, onun istehsal prosesi çox maraqlı idi. Yeni kolleksiyalarla tanış olduq, yeni rənglər, yeni fabriklər gördük və həqiqətən də çox gözəl bir səyahət oldu. Əslində çox maraqlı keçdi, hər şey yerində idi. Heç bir qarışıqlıq olmadan çox maraqlı idi. Həmkarlarda olan seçimlər də. Конечно же, я хотела поблагодарить компанию Avenue за то, что была очень интересная поездка. От того, что каждый год меняется тенденция, это в плюс и дизайнерам, и компаниям видеть новые. Niyə görə düşünürdüm tam başqa keçdiyini. Bütün orada yığılan dizaynerları reallıqda heç kimdən tanış deyil idim. Bu səfərdə tanış oldum və çox dostyanə və çox mehriban şəkildə keçildi və məncə bunun ən böyük gücü Avenue-ya düşdü ki, düzgün seçimlər, düzgün adamlar və düzgün atmosfer yaratdı deyə ki, bu səfər çox maraqlı və gözəl keçdi. Partnyorlarımızın fabriklərini canlı görmək və prosesi yerində izləmək sizdə hansı təəssüratı yaratdı? Как я сказал ранее, выбор материалов непосредственно на фабрике – это всегда намного удобнее и интереснее. Могу отметить фабрику, которая мне особенно запомнилась. Это Монополь. У нее было очень много материала, которого не хватает, наверное, нашему рынку. В том числе это были декоративные плитки. Очень интересно отдел все материалы, и это было действительно запоминающе. Мы в наших интерьерах часто используем цвета, поэтому для меня цветовая гамма очень важна. Səyahət boyu bir çox fabrikləri ziyarət elədik, lakin ən yadda qalan mənim üçün Adex fabriki oldu. Çünki orada biz keramikaların üzərində özlərimiz əl işləri çəkdik və onu bişirməyə göndərdik. Ümumi zavodun, fabrikin qədimliyi, hətta Salvador Dali'nin belə orada kolleksiya töhfəsini verməyi mənim üçün çox maraqlı oldu və o prosesi canlı yerində izləmək çox gözəl idi. Fabrikalardan sözsüz ki, təsəvvürümüz tam başqa idi. Ona görə ki, reallıqda görmək və onun yaratma prosesi tam fərqlidir. Hətta biz özümüz də iştirak elədik. Çox maraqlı bir fabrika idi. Adex brendi, hansında biz özümüz də dizayner olaraq bir keramikalara yaratdıq öz dizaynımızı və bu proses çox maraqlı idi. Yeni idi bizim üçün və həmin bu səfərə xüsusi bir dad qatdı. Во всех шоурумах на самом деле нам было интересно и все было запоминающе, но посетив фабрику Adex, увидев, насколько все очень интересно, потому что там было очень много ручных работ, там были работы Сальватора Дали, и они нам предоставили такую возможность, как накрасить и запечь в печке индивидуально накрашенные нами плитки. Я думаю, что это запомнилось всем. И еще по дороге, когда мы были очень уже уставшие, по дороге мы заехали на плантацию мандаринов, и это тоже, конечно, stало запоминающим моментом этой поездки. İştirak etdiyimiz showroomlarda və ya fabriklərdə maraqlı proseslər gördük. Həm keramikaların istehsal prosesi, plus fərqli yeni keramikalar, daha çox belə deyim, mənim gördüyüm relyefli olan keramikalar var idi ki, hansı ki uzun müddətdir biz onları necə deyim, istifadə edirdik interyerlərdə, amma əldə eləyə bilmirdik. Onları canlı görmək bizim üçün maraqlı oldu.
Bir də dekorativ keramikalar var, hansı ki yadımda qalan. Onların istehsal prosesi çox maraqlı idi. Həmkarlar da tanıdığımız dostlarımız idi. Onlarla da bir yerdə maraqlı vaxt keçirdik. Səfərimiz əlbəttə Valensiyaya idi. Həm memarlığı, həm ətraf mühiti bizim üçün çox maraqlı idi. Səfəriniz zamanı ən yadda qalan və maraqlı hadisə hansı olub? Ну, учитывая, что это моя не первая, я надеюсь, что не последняя поездка на фабрике, также шоурумом Авеню. Наверное, интереснее всего было то, что фабрика ADEX предоставила нам такую возможность, что предоставили полуфабрикаты, плитки. Мы уже, соответственно, собственноручно их расписывали и делали какие-то именные керамические продукции. Поездка была, конечно, очень интересной и продуктивной, но один из самых запоминающих моментов было то, что партнер Авеню резко по дороге завернул на поля, апельсинные поля. И я решила забрать оттуда пару штук апельсинов в Баку, чтобы посадить их, но так получилось, что когда мы приехали в Баку, апельсин оказался без косточек. Məncə o qədər də yaxşı deyil. Onlar bir dənə təkrar eləyir. Səyahətdən ən yadımda qalan ADEX firmasının önündəki ağaclardır. Çünki onun qurucu, firmanın qurucusu uşaqları üçün əkib və o ağaclar böyüdükcə dövr dəyişir, zaman dəyişir. Amma stabillik, ADEX firmasının stabilliyi, yəni onun kökü o ağaclarda əks olunur sanki. Yəni o ağaclar mənim yaddaşımda çox özəl bir yer tutdu. Onun yer tuttu da məncə bitirərik. Поездка, которую организовал дом Avenue Interiors, начиная с того, как мы попали в аэропорт и заканчивая тем, как мы прощались уже в аэропорту, она прошла на очень позитивной ноте. Нам было весело. Все время, которое мы проводили вместе, мы и изучали новую продукцию, знакомились с новыми людьми и, можно сказать, что все время смеялись. Ən maraqlı hadisə, düzdür, bizim səfərimizə aid olmayan, heç bir seramika və dizayna aid olmayan, axşamlar gəzəndə bütün Valensiya şəhəri mandarin ağaclarında idi və bu məni çox cəlb eləyirdi. Ona görə gecə-gecə hasardan oplanıb o mandarini əldə eləmək, ağaca çıxıb onu dərib və hər tərəfdən polisi gözləməkdən o ən maraqlı bir hadisə idi. Amma ki o mandarini biz götürdük. Əslində ümumi səfər vaxtı hər kəsin bir yerdə vaxt keçirməsi məncə çox maraqlı idi, yadda qalan idi. Bu fabriklərə getdiyimiz vaxt və yaxud da ki, digər avizidə keçirdiyimiz vaxtlar. Həm də mənim üçün daha yadda qalan maraqlı olan o idi ki, Kalatravanın əlbəttə memarlığı ilə tanış olmaq istəyirdim və onun işlərini yaxından görmək mənim üçün çox maraqlı və yadda qalan.